Doktor, diş daşları nədir və ümumiyyətlə diş daşları yalnız estetik problem yaradır, yoxsa ağız boşluğuna da ziyan vurur? Diş daşları bizim diş əti diblərimizə və diş ətimizin üstünə yığışan ölmüş bakteriya qalıqlarıdır. Bunlar zaman keçdikcə bizim diş ətlərimizi zədələyir. Diş ətlərimizi zədələdikcə bizim bəzi xəstələrimizin də bizə dedikləri doktor məndə gingivit varmı deyə belə bir xəstəliklər əmələ gətirir. Gingivit, parodontit. Bunlar zamanla diş fırçaladıkca diş ətlərində qanamalara, diş əti çəkilmələrinə, dişlərin rənginin dəyişməsinə və ümumiyyətlə ağız boşluğunda mikrobioloji aktivliyin artmasına səbəb olur. Bunlar zamanla ağız boşluğunda pis qoxunun əmələ gəlməsinə, dişlərin çürüməsinə və bəzi xəstəliklərin meydana çıxmasına səbəb olur. Diş daşları ağız boşluğunda dişlərin və bizim el arasında damaq dediyimiz və yaxud da ki, həkim dilində desək, parodont toxumamızın birinci düşmənidir. Diş daşları özləri iki yerə bölünür. Diş əti üstü və diş əti altı daşları. Diş əti üstü daşlar stomatoloqlar tərəfindən təmizlənir, gigiyenik indeksi bərpa etmək üçün. Diş əti daşların küretajı təmizlənməsi isə ola bilər həm yüngül formalarda stomatoloqlar tərəfindən, ağır formalarda isə cərrahi qabiliyyətləri olan həkimlərimiz tərəfindən həyata keçirilir. Diş daşları ağız boşluğumuza çox ciddi ziyan vurur. Ağız boşluğumuzda diş ətlərinin davamlılığını, diş ətlərinin müqavimətini aşağı salır. Bununla belə də ağız boşluğumuzun ümumi immun qabiliyyətini aşağı salır və zamanla dişlərimizdə və diş ətlərimizdə ciddi problemlər meydana çıxır. Ona görə də diş daşlarını hər bir pasiyent 6 aydan bir stomatoloq yanına gedib təmizlətməlidir ki, ağız boşluğunda gigiyenası normal olsun.